Və entəl mau'idu fəla mənca minkə illa iləyk. Vədə verilən sənsən ki, səndən, sənin özündən başqa bir yerə qaçmaq mümkündür. Sənin əzabından yalnız gərək sənin özünə sığınaq. Hara sığınasan Allahdan başqa? Yalnız sənə sığınmaq olar. İstəsək ki, sənin əzabından amanda qalaq, gələk sənə sığışaq. Ayrı qapı yoxdur, sığınmalı bir yer yoxdur. Eyni o uşaq ki, məsələn, valideyni görsən, anası onu döyür, o da ağlaya-ağlaya anasını qucaqlayır. Yəni, anasının qəzəbindən onun rəhmətinə sığınır, elə onun özünə sığınır. İnsanlar da Allaha gərək sığınsınlar. Onun qəzəbindən ayrı sığınmağa yer yoxdur ki, hara gedəsən, hara sığınasan. Biyədikə nasiyyətu kullu dabbə. Hər bir şey ki, bu dünyada yaşayır, hərəkət edir, onların cilovu sənin əlindədir. Hər kəsin cilovu sənin əlindədir və iləykə məsiru kullu nəsə. Hər bir yolun müntəhası sənsən. Bütün yolların axırı sənsən. Hər bir yol sənə tərəf qayıdır, intihası sənsən. Subhanəkə, bütün pisliklərdən pak və münezzəh sənsən Allah. Ma a'zəmə şə'nək. Nə qədər ucadır, əzəmətlidir sənin şə'nin. Hər nə qədər desək azdır. Həzrət Əleyhisselamın sözləri çox fəsahətli və əcib sözlərdir həqiqətən. Adam 100 dəfə oxusa da yenə də ləzzəti var. Subhanəkə ma a'zəmə ma nəra min xalqik. Pak və münezzəh sənsən. Amma deyir, mən baxıb görürəm ki, sənin xəlq elədiyin bu aləm ki var, nə qədər əzəmətlidir. Hələ o qədər ki, bizim gözümüz görür, o qədər ki, bizim ağlımız kəsir. Nə qədər əzəmətlidir bu aləm. Baxırıq, dünya, yer üzü elə bir dənə tək dünya ki, bu aləmin içində bir toz qədərindədir məsələn. Nə qədər neymətlər, gözəlliklər, sərvətlər, ləzzətlər bu dünyanın üstündə var. Göy aləmləri, ulduzlar, galaktikalar, nə qədər əzəmətlidir bu aləm ki, sən yaradıbsan bunları. Amma ardınca buyurur ki, və ma əsğərə kullə əzimətin fi cəmbi qudrətik. Bunlara tək baxanda görürəm ki, çox əzəmətlidir. O, aləm nə boydadır, nə əzəməti var bu aləmin. Amma deyir, sənin qüdrətin nisbətində bu aləmə baxanda görürəm ki, çox kiçikdir. Sənin qüdrətin bu aləmlərdən çox-çox ucadır. Hər nə varlıq aləmində varsa sənin qüdrətinin yanında heç nədir.